İyulun 12-də 4-cü Şuşa Qlobal Media Forumunun iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri və tanışlıq gəzintisi başlayıb. Təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına eniş edən qonaqlar daha sonra Şuşaya yola düşüblər. Forum iştirakçıları ilk olaraq Şuşada dövlət özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən yeni inşa edilən modern Qarabağ küçəsini gəziblər. 4-cü Şuşa Qlobal Media Forumu çərçivəsində 53 ölkədən təşrif buyuran 160-a yaxın nümayəndə şəhərdəki yenidən qurma işləri ilə tanış olub. İyulun 13-ü və 14-də panel müzakirələrlə davam edən tədbirdə sülh və media missiyası mövzuları əsas diqqət mərkəzində olacaq.